Bunun kökü hardadır? Heydər Əliyev, Səddam Hüseyin, bunların hamısı Moskva çocuklardır, Moskva uşaqlardır. Moskvanın tərbiyə elədiyi adamlar olmalılar. Moskva indi özü də qarışıq edir. Moskvanın özünün içərisində də birisi də demokrat var, birisi də diktator. Bax o həmin Rus qoyları və deyək ki, Qaraçovları tərbiyə edən Moskva, Heydər Əliyevi və Səddam Hüseyni də tərbiyə edib və Özbəkistandakı İslam Kərimov da tərbiyə edib. Bunlar da baş kəsməklə, bu baş kəsməkdən başqa üsul bilmirlər. Çünki bunlar ömürlərinin 40-50 ilini buna sərf ediblər, başqa metod bilmirlər. Demokratik yaşayış tərzlərini bilmirlər. Yeni idarəçilik, yeni düşüncə tərzlərini bilmirlər. Tənqidə dözmək nədir bilmirlər. Və Konstitusiyada yazılır ki, prezident də tənqid edilməlidir və bu tənqid edilə bilər. Bunlar bunun ağına gətirmirlər ki, nəinki prezident, hətta özür istəyir, prezidentin gərək ikini də tənqid etmirsən, ondan azlı gəlir. Təsəvvür edin, baxın, götürün qəzetlərində baxın. Soruşurlar ki, bu qəzetdə falan yer nə ağ gelibdir, bu buralarda da hamısında var, nə ağ gelibdir? Sonradan öyrənirsən. Demək birisi, Heydər Əliyevi tənqid edilmək olmaz, ona görə ağ getməlidir. Onun adı çəkilən yazılar çıxarılır. Sonra soruşsun, bəs o birisi nədir burada? Burada Heydər Əliyevə aid məsələ deyil, burada prokurorluqda söhbət gedir. Bəli, baş prokuroru tənqid edən yazılar çıxmalıdır. Üstünə xətt çəkilir. Sürət Hüseynovun tənqid edir, Sürət Hüseynovun xəbəri varsa, qəzetdə onu ağ çıxardılar ki, o saat götürürlər, görür ki, mən orada adım götürür. Sürət Hüseynovun tənqid eləmək olmaz. Rasim Quliyevin tənqid eləmək olmaz. Ölkədə 5-6 dənə cırtdan diktatorlar yaranıb, bu cırtdan diktatorlar özlərini yaxşı hiss edirlər, onlar tənqid eləmək olmaz. Nəinki prezident, bu bunudur diktatoriya gedəməsə. Və Heydər Əliyev deyir ki, hətta, baxın, Nəcib bu hansıdır, deyir ki, mən filəm, mənim rəqiblərim isə qarışqadır. Mən Heydər Əliyevin o sözünün bir tərəfə razıyam. Heydər Əliyev filmdir, ətrafındakılar qarışqadır. Və filin də ölümü qarışqada olur. Artıq o qarışqalar doğrular Heydər Əliyevin qulağına. Yaxın vaxtlarda yeyib öldürəcək. Qura-qura düşməsin, nə düşməyi, xaç kəmisində axtarsın, nə müsabatda axtarsın, nə yaxda axtarsın, nə amifdə axtarsın, nə də ADP-də axtarsın. Özünü axtarsın, özünün yanındadır elə. Onlar cüyüklər qulağına yeyirlər, axşama kimi başını cüyüklər, qıtılıq eləyirlər, bir gün gözünü yıxılmış, gümüş nə edir? Yəni, buna düşmən lazım deyil. Bir adamı ki, baş naziri Sürət Hüseynov olsun, müşaviri Neymət Pənahov, o birisi tərəfdən də demək ki, Ali Sözün sədri Rəsul Quliyev, bunu düşmən lazım deyil. O düşünürsünüz, bunu Allah saxlayır. Nə adamlar ki, Allah ki, hər nə bilir, nədir oxuyar, nədir onu saxlayır, yoxsa onun gözlüyü yoxlar. Və Heydər Əliyevdə xüsusilə Heydər Əliyev elə şeyləri xoşlamaz sözü, mənə şey ağrılından, taxkayla, millətin xeyrinə bir iş görəsən. Bu yox, bu ki odur. Əzim, dağıdım, özü gücün çatanı ha. Heydər Əliyevin ən güclü rəqiblərinin böyük bir səsi qısa oturdu yanında, mərkəzdə, əzəbilmir. Onlara dəymək, pişim-pişim edin. Hələ dəymək. Düz yanında oturur. Başını kəsib kanı içən adam oturub yanında, amma dəymək. Amma Xalq Cəbhəsinin hansısa bir ağır üzvü, bir nə bilim jurnalist, bir qəzetə işçisi, bir mədəniyyət adamı, hə, o mənə vaxt versən bir tutulmasını içəri verir. Yəni, bu cürdür. Bizim əlaqələrimiz yoxdur. Son 6 aydır, o tədə gələndə bir ay, oradan zəng gələr ki, belə olsun, elə olsun, olsun. Ondan sonra əlaqələrimiz tamam kəsilir, əlaqələrimiz yoxdur. 8 aydır olan. Və heç bir bizim, demək, aramızda, ya qəzet vasitəsilə bağışlayın, ya məktub vasitəsilə, ya telefon vasitəsilə və yaxud da şəxsiyyətlər vasitəsilə heç bir əlaqə saxlanır. Nə orunun cəhət göstərir, nə məktub. Bunlar bir, ikincisi, Heydər Əliyev mənə qarşı çox amansız mövqe tutmuş adam. Və həddən artıq böyük haqsızlıqlar eləmiş şəxsiyyət, eləmiş adam. Mən onu heç kimsə bir zaman bağışlaya bilmərəm. Heç bir zaman. Bu cür repressiyalar. Yenə deyirəm, 6 rayonunu vermək, Göçən görə deyə 6 rayonunu vermək, bir belə qırğını vermək, bir belə mütəqqiq adamları əzmək və bu cür repressiyalardan heç bir zaman